6-cı sinif 2-ci hissə riyaziyyat dərsliyindən hadisənin ehtimalı mövzusuna diqqət yetirək. Deməli, hadisənin ehtimalı deyəndə ümumiyyətlə ehtimal hər hansı bir hadisənin baş vermə şansını göstərən bir ədəddir. Yəni, belə deyək, bu ədəd nə qədər mümkündür? Sualına cavab axtarasıyıq. Burada hadisənin ehtimalına riyaziyyatda biz PA ilə işarə edirik. Hadisələrin ehtimalı PA ilə işarə olunacaq. Və hadisələrin ehtimalı bərabərdir sürətdə əlverişli hallar sayı bölünsün mümkün hallar sayı. Yəni, əlverişli halların sayının mümkün halların sayına nisbəti hadisənin ehtimalını verəcək. Bunu nümunələr üzərində də qeyd eləmək olar. Məsələn, deyirik ki, bir dənə belə deyək də, dəmir pul atılıb. Dəmir pulun yazı və yaxud da yeryüzünün düşmə ehtimalı. Pulun 2 üzü olduğu üçün bir üzündə tutaq ki, yazı üzü var, bir üzündə gerb üzü var. Burada əgər gerb üzünün düşmə ehtimalını soruşursa, mümkün hallarımızın sayı 2-yə bərabərdir. Pulun, belə deyək, qəpik pulun, dəmir pulun 200 olduğuna görə mümkün halların sayı 2-yə bərabər. Gerb üzünün və yaxud da yazı üzünün düşmə ehtimalı əgər gerb üzünün soruşursa 2-də 1-ə bərabərdir. Əgər yazı üzünün soruşursa yenə 2-də 1-ə bərabərdir. Çünki bir dənə gerb üzümüz var, bir dənə yazı üzümüz var. Və yaxud da ki, tutaq ki, zər atılıb, bir dənə zər atılıb. Bilirik ki, zərin 6 dənə üzü var və hər bir üzündə 6 dənə rəqəm var. 1, 2, 3, 4, 5, 6. Əgər tutaq ki, cüt ədədləri soruşursa 2, 4, 6 olacaq. Burada əlverişli hallarımızın sayı bərabər olacaq 3-ə. Tək ədədləri soruşursa, məsələn, olacaq 1-dir, 3-dür, 5-dir. Yenə əlverişli hallarımızın sayı bərabər olacaq 3-ə. Mümkün hallarımızın sayı isə 6-ya bərabərdir. Gəlin, indi bunu misallar üzərində baxaq testlərə, daha doğrusu mövzuya. 3 nömrəli tapşırıqda hadisələrdə mümkün hallar sayını tapın soruşur. Bu şifahi bir sualdır. Yəni bizdən yenə bu düsturu qeyd edeyim. Bura PA bərabərdir əlverişli hallar sayı bölünsün mümkün hallar sayı. Mümkün hallar sayı. Bu düsturda, baxın, bizdə mümkün hallar sayı məxrəcdə yazacağımız ədəddir. İndi hadisənin mümkün hallar sayını tapın deyirsə, müəllim sinifdəki 25 şagirddən təsadüfən seçilmiş birini lövhəyə dəvət etməsi, burada mümkün halların sayı 25-ə bərabərdir. Yəni, 25 şagird var və biz 25 şagirddən hər hansı birini seçib lövhəyə dəvət edirik. Mümkün hallar sayımız 25-ə bərabər. Zəri atarkən cüt xal olan üzün düşməsi. Ümumiyyətlə, zəri atarkən mümkün hallar sayımız bərabərdir 6-ya. 6 üzü olduğu üçün 6 dənə də rəqəmdən istifadə edədiyimiz üçün 6-ya bərabərdir. Cüt xal olan üzün düşməsi isə əgər əlverişli hallar sayımızı soruşsaydı 2, 4 və 6 3-ə bərabər olsaydı əlverişli hallar sayımızı, yox, hadisənin ehtimalını soruşsaydı, hadisənin ehtimalı isə 6-da 3-ə bərabər olacaqdı. Zəri, C variantında, zəri atarkən 2-dən böyük xal olan üzün düşməsi. Zəri atarkən yenə mümkün hallar sayımız 6-ya bərabərdir. Əlverişli hallar sayını soruşsa 2-dən böyük xal olması üçün 3-dür, 4-dür, 5-dir və 6 olasıydı. Yəni, burada da əlverişli hallarımızın sayı 4-ə bərabər olacaqdır. Bu bizim 3 nömrəli misalımızın həlli. 4 nömrəli misalda isə bizdə deyir ki, bunu PA yenə qeyd edin bura.
Hadisələrin ehtimalını hesablayın. Artıq bizdən PA-nı soruşur. Hadisənin ehtimalını hesablayın. Deməli, PA bərabərdir. Qeyd eləyək bunu. PA bərabərdir. Sinifdəki 25 şagirddən dediyi üçün, deməli, mümkün hallarımızın sayı 25-ə bərabərdir. Təsadüfən birini lövhəyə dəvət etmək istəyir. Sinifdə 5 əlaçı varsa, lövhəyə dəvət edilən şagirdin əlaçı olması ehtimalını tapın. Deməli, sinifdə 5 əlaçı varsa, əlverişli hallarımızın sayı 5-ə bərabərdir. Onda hadisənin ehtimalı, əgər ixtisar varsa ixtisar gedir, 25 ilə 5 ixtisar edirik, 5-də 1. Deməli, A variantında hadisələrimizin ehtimalı nəyə bərabərdir? 5-də 1-ə bərabərdir. B variantında yenə hadisənin ehtimalı bərabərdir. Burada mümkün hallar sayını birinci tapaq. Mümkün hallar sayımız spinner, 2 sarı, 1 mavi və 1 qırmızı. Deməli, burada 4 dənə rəng var. 2 sarıdır, 1 mavidir və 1 qırmızı rəngdir. Yəni, burada olacaq 4 dənə rəng. Bunun yerinə biz bunları toplayıb 4 qeyd edə bilərik. 4 rəngimiz var. Mümkün hallar sayımız 4-ə bərabərdir. Əqrəbin qırmızı hissəyə düşmə ehtimalı neçədir? Əqrəbin qırmızı hissəyə düşmə ehtimalı baxırıq, görürük ki, qırmızı rəngdən bir dənədir. Ona görə də burada qırmızı rəngdən neçə dənədirsə, əlverişli hallar sayını o qədər qeyd edirik. Deməli, burada qırmızı hissəyə düşmə ehtimalı 4-də 1-ə bərabərdir. Növbəti variantda soruşur ki, sarı hissəyə düşmə ehtimalı nəyə bərabər? Yenə mümkün hallar sayımız 4-ə bərabərdir. Bu dəfə sarı rəngə baxırıq, görürük ki, sarı rəng 2 dənədir. Deməli, əlverişli hallarımızın sayı 2-yə bərabərdir və kəsrimiz ixtisar olunan kəsr olduğu üçün 4 ilə 2-ni ixtisar edirik. Hadisələrin ehtimalı bərabərdir, 2-də 1 olur.